Bugün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür. O, 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1947-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Göz Xəstəlikləri Kafedrasının dosenti, professor, görmə orqanlarının peşəsi patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışıb. Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O vaxtilə Azərbaycanda geniş yayılan traxomanın, xüsusilə kimya və elektron sənayələrində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə əvəzolunmaz töhfələr verib. Zərifə Əliyeva oftalmologiyanın müasir problemlərinə dair bir çox samballı tədqiqatların, terapevtik oftalmologiya, iridodiaqnostikanın əsasları kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, bir ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSR Tibb Elmlər Akademiyasının Averbach adına mükafatına layiq görülüb. O, 1985-ci il aprelin 15-də Moskvada vəfat edib.